Biznes hüququ hüququn bölmələrindən biridir. Xüsusən sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə məşğul olur. Onların hüquqi problemlərinin həlli və problemləri şişməmiş onları necə həll edə bilər formatında işlər görür. Ümumiyyətlə sahibkarlıq və hüquqşünas dedikdə bunun işinin %70-i, %80-i sənəd işləridir. Bunlar hamısı sənədləşdirilməyəndə bəzən heç bir şey yaşanmır və sahibkarların bir çoxu deyir ki, mən illərlə belə işləyirəm və uğurluyam. Amma biz pəncərənin kürdəxanı tərəfini də görmüşük ki, en qədər sahibkar uğurluyam etapını keçə bilməyib və ordadır. Bu hallarda nəzərə alsaq, yəni sahibkar işini riskə atmayan, bəli riski sevən şəxsdir, həm də ağıllıdır. İşini bərk tutmaq üçün dırnaq arasında sənəd deyirəm, yəni hüquqi prosedurlara əməl etməlidir. Mümkün qədər sığortalı hərəkət etməlidir. Hüquqşünas tam sahibkarın yanında olmalıdır, müşavir olmalıdır və işin başından, yəni bir biznesə başladıqda siz hüquqşünasla başlamalısınız, biznesinizi övladlarınıza vəsiyyət edənə qədər. Hər bir prosesin hər bir bölməsində siz hüquqşünasla bir yerdə olmalısınız. Bunu biz özümüzdən çıxartmırıq, bunu qərb cəmiyyəti artıq 100 illiklərdir təcrübədən keçiriblər və bizdə də yavaş-yavaş oturur. Yəni biznes buna artıq qəbullanıbdır.